Allah Teala Musaya deyir, qorxma. Dəryadan qorxma. Sonra dəryanı açır, asfalt eləyir. Musa Aleyhisselam keçəndən sonra qorxur ki, bu asfaltdan gəlir, asfaltdan qorxma. Yəni, ancaq mənə təvəkkül. Sən işivi gör. Qalan mən idi, amma işivi gör. Peyğəmbər sallallahu aleyhi və qəbir düzəldirdi, başladı. O tərəfini hamarladı, bu tərəfini hamarladı. Bir qadı, ya Rasulallah, özünüz buyurursunuz ki, qəbirləri çox belə ucaltmayın. Baba, niyə belə eləyirsiniz siz? Burada adam gərək gördüyü işi dolğun yerinə yetirsin. Tam kamil yerinə yetir, sonra Allaha təvəkkül. Və burada bir məsələ unudulur adətən. Təvəkkül etmək işdən sonra deyil. Mən işimi gördüm, indi Allaha təvəkkül edirəm, yox. Dəvəni bağla, sonra... Dəvəni bağlamaqda da Allaha təvəkkül edir. Bayaqki məsələ.